siyahılara keçməzdən əvvəl bul tipində dəyişənlər var idi. Demişdi ki, bul tipi 2 qiymət alırdı. Hansı qiymətləri idi? Kim deyər? False. 0, 1. 0, 1. True və false qiyməti. Düzdür. True qiyməti 1 qiyməti, false qiyməti 0 qiyməti idi. İndi misal üçün deyirəm ki, tutaq ki, belə bir şey. 3 böyüdü 6-dan. Bunun nəticəsi true'dur yoxsa false'dur? False. Bu nəticəsi false'dur, bəli. Çünki 3 6-dan böyük deyil. Və yaxud deyirəm ki, belə bir şey. Bunun nəticəsi nədir? True. True. Ay sağ ol. Ümumiyyətlə yadda saxlayın ki, müsbət, mənfi qiymətlər true qiymətidir. Müsbət, bax, və mənfi qiymətlər true qiymətidir. False qiyməti ancaq 0 qiymətidir. İndi bir də danışacağam nədən? And or not əməliyyatları var. Bir də bunlardan danışacağam. Deməli, true və false-un məntiqin əsas olan bilin kifayətdir. And bunu böyüdək. Or bir də deyirəm ki, not. Baxın, bunlara deyirik məntiqi əməliyyatlar. Bax, bunlardan danışacağam. And vurmadır. Bu vurma məntiqi əməliyyatıdır. Belə yadda saxlayın, true və false-da istifadə olunur. Or toplamadır. Notdakı not nədir? İnkardır da. Yəni misal üçün deyirəm ki, not true. Yəni bu deməkdir ki, true-nu inkar elə, doğru qiyməti inkar eləyəcək. Onda true-nu inkar elə desəm, nəticəm false olacaq. Və yaxud da deyirəm ki, not false. Nə deməkdir? False-u inkar elə. False-un inkarı nədir? True-dur. Deməli, and əməliyyatı vurma əməliyyatıdır. Misal üçün, yəni indi baxaq. Deyirəm ki, tutaq ki, true and true. Sizcə bunun nəticəsi nə olar? True doğrudur da. Vurma əməliyyatıdır. Bax, hər iki tərəf doğru qiymət desə, sizcə nəticəm doğru olar yoxsa yalan olar? Doğru. Nəticəm doğru olar. Bax, true. Yəni 1 0 kimi düşünsəz, 1-i 1-ə vursam nəticə nə olur? 1 olur. True-nu da and true eləsəm, nəticəm true-dur. Və yaxud deyirəm ki, deməli false and true. Yaxşı. Bunun nəticəsi nə olar? False. Deyirsən false. Aycü, sən nə deyirsən? False. False. Çünki 0-ı 1-ə vursam, bəli, nəticəm 0-dır. Ona görə də false-u verər. Yəni, and əməliyyatında qısacası belə yadda saxlaya bilərsiniz ki, and əməliyyatında qayda budur ki, hər iki tərəf doğru qiymət almalıdır. Yəni, nəticənin true olması üçün məndə hər iki tərəf də doğru olmalıdır ki, nəticəm doğru olsun. And-də budur qayda. İndi danışaq oradan. Misal üçün deyirəm ki, true or false. Bunu toplama kimi düşünün. Vurma kimi yox. Yaxşı, sizcə nəticə nə olar? 1 plus 0. True olacaq da. Bəli, True. true. Bəli, true olacaq. Yəni toplamada ən azı bir tərəf doğru qiymət alsa, nəticəm doğrudur. Ya da deyirəm ki, false or yaxşı, onda bu belə olsa nə olar nəticəm? False. False. Bəli, false olar. İndi bunu başa düşdünüzsə, gəlin misal işləyək. Deyirəm ki, tutaq ki, A bərabərdir true. B bərabərdir false.
Olsa. Deyirəm ki, C də bərabər olsun. Tutaq ki, truya. Hə, bir də notu mən demədim. Not da inkardır da. Doğrunu yalan eləyir, yalanı doğru eləyir. Belə yadda saxlayın. İndi misal üçün deyirəm ki, not A-nı inkar elə. Üstünə gəl B and C-ni. Bir də əməllər ardıcıllığına fikir verin. Yəni orada A plus B deyib sonra and C eləməyin də. Əməllər ardıcıllığına fikir verin. Yaxşı, nəticəm nə olar sizcə? Bir dənə fikirləşin. False. Gülər deyir false. Yaxşı, Aygül sən nə deyirsən? True. True deyirsən. Deyən görə nə olacaq? Nəticə false-dur. Niyə false-dur? A-nı baxın. Deyir ki, not A. A-mız true-dur da, düzdür. Not A demək nə deməkdir? Yəni bunu inkar elə. Onda bu hissəm olacaq true. False. Çünki A true-dur. Not eləsən false-u verəcək. İndi siz B and C-ni yerinə yetirməlisiniz. Axı vurmadı. Əməllər ardıcıllığına fikir verək də. Birinci notu yerinə yetirdim, inkarı. Mən sonra B and C-ni yerinə yetirirəm. Yəni false-u true-ya vursam, bayaq da baxdıq. False and true, burada da false-dur. Bu tərəf də false idi. False plus false nə verəcək? Elə false-u verəcək. Aydın oldu. Bəli. Yaxşı. İndi belə bir şey deyirəm. Deyirəm ki, not A or B not A or B belə bir şey. Or C. Bu nə olar sizcə? True. Aygül da True. fikirləşsin. True. Niyə true? Kim izah eləyər? Mən izah edeyim. Elə yaxşı, denə. Not A true'dur. Not onu false eləyir. False or B də false'dur. Deməli false. C isə true olduğu üçün orada üstəgəlmə olduğu üçün true'nu verəcək. Ay, sağ ol. Əla. Yaxşı, bir də buna baxaq. Sonra keçirəm siyahlara. Deyirəm ki, not, indi mötərizə verəcəm. Diqqət eləyin. A or B and C. Aha. Bir dənə buna baxın. Burada not artıq ümumi mötərizəyə təsir eləyəcək. Mən mötərizənin içində birinci or olur, yoxsa and? Yox, and. Bax, vurma və toplama kimi düşünün. Riyaziyyatdakı kimi düşünün. Bəli. False. 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 Yaxşı. Kim izah eləyər? Aygül, sən izah elə bu dəfə. Birinci and olur. B false-dur, C də true-dur. Vuranda eləyir false. Sonra A or B onu eləyirik. O da toplamadır. Orada da true eləyir. Qabaqda da not var deyə bu da əksi olur false. Əla. Всё, bitdi. Məncə burada bir problem yoxdur. Aydın oldu. Not və true-da. Problem yoxdur ki. Yox. Xeyr.
Aha. Tamam. Bunu başa düşdünsə, indi gəlin danışaq nədən? Danışaq siyahılardan. Siyahılara tətbiq olunan bəzi metodlardan danışaq. Necə ki, sətirlərdə müəyyən belə deyim, metodlar var idi. Onlardan danışdıq. İndi siyahılara tətbiq olunan metodlardan danışaq. Məsəl üçün, bir dənə siyahı verəcəm. Deyirəm ki, tutaq ki, 1, nə bilim, 2, 6, 4, tutaq ki, 8. Hə. Belə bir siyahım var mənim. İndi deyirəm ki, oy. Hə, nəysə, tamam. Bərabərini qoyaq. Deyirəm ki, A bərabərdir. Belə bir siyahım var. 1, 2, eyni şeylər yazsam 6, 4 və 8. İndi siyahıdan ən böyük elementin tapılması metodu var. Ki, maksimum, yəni qısacası desəm, maksimum funksiyamız var. Ki, gedir, ən böyük elementi tapır. Deyirəm ki, max A. Ən böyük elementim neçədir? 8. Gördünüz, 8-ə çıxardı ekrana. Və yaxud desəm ki, minimum funksiyası var. Minimum nədir? Ən kiçik elementi. Minimum A. Gedəcək 1-i çıxaracaq ekrana. Aydın oldu maksimum və minimum. Bəli. Bəli. Yaxşı. İndi deyirəm ki, tutaq ki, bunların için cəmləyək. Desəm ki, sum A, sum cəmləmə funksiyasıdır. Yadınızda saxlayın ki, gedəcək siyahıda olan elementləri cəmləyəcək. 1, 2, 6, 4, 8-i götürüb cəmləyəcək. Deməli, maksimum oldu. Belə deyək, ən böyüyünü tapdı. Minimum bizdə ən kiçiyini tapdı. Sum da neyniyir? Gedir, içərisini cəmləyir. Bundan başqa var. Siyahını tərsinə yaza bilərik. Misal üçün deyirəm ki, yenə bu siyahını verim. A bərabərdir. Nə bilim, 1, 5, başqa bir siyahı verim. 9, tutaq ki, 4, nəysə. İndi istəyirəm ki, baxın, mənim bu siyahım tərsinə yazılsın. Yəni 4, 9, 5, 1 kimi yazılsın. İndi tərsinə yazılış olaraq reverse metodu var. Bax, tərsinə yazılış kimi bundan istifadə edəcəm. Yəni A nöqtə reverse kimi yazılır. İndi bunu əslində buradan yazmalıydıq, eybi yoxdur. Gəlin buradan yazaq, oradan alınmayacaq. A bərabərdir. Cüranı eləməliydim. Kompilyatorda yazmalıyam. Misal üçün, yenə 1, 5, 7, olsun 9. A nöqtə reverse eləsəm, deyirəm ki, gəlin bunu run eləyək, çalışdıraq. Gördünüz, tərsinə yazdım. Daxil eləmişdim 1, 5, 7, 9. Götürdü 9, 7, 5, 1 kimi çıxardı ekrana. Başa düşdük, reverse neynədir? Bəli. Deməli, bir dəfə başa qayıtsam, max getdi ən böyüyünü tapdı, maksimumunu tapdı. Sonra minimum ən kiçiyini tapdı. Sum gedir, elementləri cəmləyir. Yəni ədədlərlə işləyəndə sum sırf cəmləyə bilir də. Mən götürüb bunun içinə sətir tipi yazsam xəta verəcək.
Sonra reverse-dəki heç nə. Getdi tərsinə yazdı. İndi uşaqlar deyərsiniz ki, misal üçün bax burada belə deyim də, maksimumdur, minimumdur, samdır. Bunlar özünə mənimsətmə tələb eləmir. Bax görürsüz, maksimuma yazdım, direkt getdi 8-i çıxardı. Minimuma yazdım, 1-i çıxardı. Sam A yazdım, getdi cəmlədi. Amma gördünüz, reverse eləyəndə bunu əlavə proqramı run elədim, çalışdırdım. Niyə? Çünki özünə mənimsətmə tələb eləyir. Necə ki, A nöqtə reverse yazdım ha. Bax deyir ki, run elə çalışdır. Yəni özünə mənimsətmə tələb eləyən funksiyadır. Aydın oldu nə demək istəyirəm? Bəli. Bəli. Yaxşı, bu belə. İndi bundan başqa bizdə nə var? Belə deyim də, çeşidləmə sort funksiyası var. Hansı ki, kiçikdən böyüyə doğru düzə bilir sort funksiyası. Misal üçün deyirəm ki, A bərabərdir, bir dənə siyahı verəcəm. Nə bilim, olsun 3, 6, 2, 9, 1. Misal üçün belə bir siyahı verdim. İndi deyirəm ki, bunu sort eləyək. Yəni çeşidləyək. A nöqtə sort. Təzəni açdım, bağladım. İndi yenə bunu run eləyirəm, çalışdırıram. Baxın, kiçikdən böyüyə doğru düzdür. Bax, 1, 2, 3, 6, 9. Kiçikdən böyüyə doğru düzdür. Başa düşdünüz? Bəli. Deməli, bir dəfə üstündən keçək. Nələrdən danışdıq, Gülər? Minimumdan maksimum, sum, reverse, bir də sort. Aha. Yaxşı. Aygül, reverse neynədir? Reverse tərsinə yazdı. Aha. Bəs sum neynədir? Cəmlədi. Cəmlə. Və düzdür. Sum da cəmlədir. Əla. Yaxşı. Bu belə. Bundan başqa nə edə bilərik? Sortdakı heç nə kiçikdən böyüyə doğru yazdı. Bundan başqa siyahıya element əlavə edə bilərəm. Bir də siyahıdan element silə bilərəm. İndi birinci danışaq əlavə etmədən ki, biz siyahıya necə element əlavə edə bilərik? 2 dənə metoddan danışacağam element əlavə etmək üçün. Word açım. Deməli, siyahı element əlavə etmək istəyirəmsə, birincisi append funksiyasıdır. Append. Yadda saxlayın ki, append əlavə eləyir ən sona. Da siyahıda gedəcək ən sona element əlavə eləyəcək. Bir də insert metodu var ki, insert isə istədiyimiz yerə əlavə eləyir. İstədiyimiz yerə əlavə eləyir. Deməli, bax, siyahı element əlavə etmək üçün 2 dənə metod var. Birincisi appenddir, ikincisi də insert metodudur. Append ən sona əlavə eləyir, insert istədiyimiz yerə əlavə eləyir. Gəlin baxaq. Bunlar necə işləyir? Yaxşı, deyirəm ki, tutaq ki, belə bir siyahı verir. Ay, yox, burada yazmayacağam. Burada yazsam alınmaz. Belə bir siyahı verirəm. Tutaq ki, A bərabərdir. Nə bilim, 1, 2, 6, misal üçün, nə bilim, 19. Belə bir siyahı verdim. İndi deyirəm ki, misal üçün, əlavə eləmək istəyirəm 20-ni tutaq ki. Amma append-dan əlavə eləsəm ən sona əlavə eləyəcək.
Append-ın yazışı bu formadadır. A.append. Deməli, 20-ni əlavə eləsin. İndi yenə baxın, çalışdırıram. Gördünüz? Bax 1, 2, 6, 19-u mən vermişdim. 20-ni də apardan sonra əlavə elədi. Aydın oldu. Bəli. Bəli. Ay, sağ ol. Bir də bunu buradan ikili ekran eləyək. Mən rahat yazım da. Hə. Bu append ən sona əlavə eləyir. Bir də var insert. Dedim ki, insert istədiyim yerə əlavə eləyəcək də. Tutaq ki, deyirəm ki, belə bir siyahı verəcəm. A bərabərdir. Nə bilim, 1, 2, 3, 4. Belə bir siyahı verdim. Deyirəm ki, bax, 20-ni əlavə eləyək, ən sona yox. Məsəl üçün, ikinci yerdə 3 dayanıb. Nömrələsəm əgər 0, 1, 2, 3. Bax, ikinci yerdə 3 dayanır. Görə bilirik bunu. Bəli. Aha. Mən istəyirəm ki, 20-ni əlavə eləyim, amma ən sona yox. Bax, ikinci yerə. İndi 20-ni ikinci yerə əlavə eləyəcəm. 3-ün yerində 20 oturacaq. 3 də bir addım sağ tərəfə gedəcək. Çəkiləcək bir addım sağ tərəfə. İndi necə? Deyirəm ki, A.insert. Deməli, ikinci yerə, bax, neçənci yerə əlavə etmək istəyirəmsə, bunu birinci yazıram. Deyirəm, ikinci yerə əlavə elə 20. Aha. İndi bunu run eləyəcəm. Baxın, sağ tərəfdə. Gördünüz? Baxın indi. Bir buna baxın, bir də buna. İkinci yerə 20-ni əlavə elədi. Gördünüz? 3 keçdi, bir addım sağ tərəfə. Başa düşdük. Bəli. Bəli. Yaxşı. İndi belə bir şey deyəcəm, siz deyin. Deyirəm ki, A bərabərdir, tutaq ki, belə bir siyahı verəcəm. Tutaq ki, 100, 50, nə bilim, 40, 20. Belə bir siyahı verirəm. Deyirəm ki, A.insert elə. Misal üçün, üçüncü yerə əlavə elə belə bir şey. Ya da yox, üçüncü yerə demirəm, maraqlı olsun deyə. Birinci yerə deyirəm. Əlavə elə, tutaq ki, 500. Belə bir şey. Hə. İndi bu sizcə nə olar? Necə olar? Mən İkiniz də deyin. Hə, denən sən gülər. 100-dən sonra 500-ü yazacaq, qalanı da ardıcıl yazacaq. Səncə Aygül? Məncə də elə. Bəli. Gəlin çalışdıraq. Nəyi qoymamışam? Görürsüz. Düzgün qoymamışam. Hə. Həqiqətən də. 100, 500, 50, 40, 20. Birinci yerə getdi 500-ə əlavə elədi. Bu da belə. Başa düşdünüz bunda? Bəli. Bəli. Əla. Silmək üçün də yenə 2 dənə metod var. Bir var,
remove metodu. Deməli, bu oldu əlavə etmək. Bunlar əlavə etməkdir. Bir də silmə metodu var. Birincisi remove-dur. Remove. Konkret elementin özünə müraciət eləyir. Misal üçün deyirəm ki, remove 3 yazmışamsa, tutaq ki, remove 5 yazmışamsa, konkret gedir həmin elementi silir. Yazıram ki, konkret. Da konkret yazdığım elementi siləcək. Bir də var del metodu. Del isə da delete kimi yadda saxlayın bunu. Nömrəsinə əsasən silir. Deməli necə silir? Nömrəsinə görə silir. Misal üçün deyirəm ki, ikinci yerdə dayananı sil. Hə, bu gedəcək, belə deyim də, ikinci yerdə dayananı siləcək. İndi gəlin buna baxaq. Bir də bu ən son yazdıqlarım gördünüz özünə mənimsətmə tələb eləyir. Deməli, tutaq ki, deyirəm ki, A bərabərdir. Nə bilim, 1, 2, 5, 7. Aha. İndi birinci remove-la yazsaq, deyirəm ki, A nöqtə remove. Remove. Misal üçün 5-i sil. Aha. İndi gedəcək konkret 5-i siləcək. Heç nə. İndi baxın buna. Kelsə. Və gördünüz, 1, 2, 7. Konkret getdi, elə bir 5-i oradan sildi də, yox elədi bir növ. Bir də belə bir şey deyəcəm. Tutaq ki, deyirəm A bərabərdir. Belə olsa sizcə neyniyər? Bax, 1, 2, 1, 2, bir dənə də 2 verirəm, bir də 3 verirəm. Da deyirəm ki, A nöqtə remove. Deməli, nəyi silsin? 2-ni silsin. Aha. Sizcə neyniyər, bax? Necə silər? Birinci 2-ni siləcək. Bəli. İlk qarşısına çıxanı silir. Və yaxud bu ikilərin indi yerini dəyişsəm, birin başda, birin axırda yazsam, belə olsa, məsələn, nəticəni tam tuta bilməyəcəksiniz. Gəlin bunu belə yazaq. Bura 3 yazın. Bunu 2 eləyim. Yəni, görə bilək deyə. Bax, gedəcək, birinci 2-ni siləcək. Yəni, qarşısına ilk çıxan hansıdırsa, gedir onu silir. Gəlin baxaq. Bax, gördünüz. İlk qarşısına çıxan sildi. Bu da oldu bizdə nə? Remove metodu. Deməli, siyahıdan element silmək üçün istifadə olunur. Bir də dedim ki, del metodu var. İndi gəlin buna baxaq. Tutaq ki, mən istəyirəm ki, deməli, ən axırıncı 2-ni silim. Deyirəm ki, A bərabərdir. Başqa bir siyahı verək. Nə bilim, 1, 3, 4, sonra 19, nə bilim, bir də axırda bir dənə 4 verirəm. Tutaq ki. İndi mən 4-ü silmək istəyirəm. Amma remove-la yazsam ki, birinci 4-ü siləcək. Mən istəyirəm ki, ən sonuncu 4-ü silim. Onda nömrəsinə əsasən, yəni indeksinə əsasən mən necə yazaram? Ən sonuncu 4-ün indeksi neçədir? 4. 4, bəli. Nömrələsəm 0, 1, 2, 3, 4. Onda deyəcəm ki, del, deməli, A dördüncünü sil. Onda heç nə. Bunu da çalışdıraq. Gördünüz, getdən sondakını sildi. Bu da belə. Yəni, nömrəsinə əsasən. Neçənci yerdə dayananı silmək istəyirəmsə,
Nömrəsini verirəm, gedir silir. Bu da belə. Aydın oldu. Bəli. Bəli. Yaxşı. Bir dənə başdan təkrar gedək. Aygül, say hansılar oldu? Hansılardan danışdıq? Bizim əlavə etməni danışım birinci. Danış. Hə, olsun, danış. Hə, əlavə etmədə append oldu. Append funksiyasında ən sona əlavə edir. Bir də insert. Insertdə amma istədiyimiz yerə əlavə eləyir. Bir də silmə, element silmə funksiyaları var. Birinci remove. Remove elementin konkret özünə müraciət eləyir. Hansını desək onu silir. Bir də del, o da nömrəsinə əsasən silir. Yaxşı. Bəs deyirəm ki, Gülər, sort funksiyasından danışdıq, sort metodundan. O neynədir? Sort verilənləri tərs ardıcılıqla düzür. Aha, düzdür. Tərs ardıcılıqla düzür. Yaxşı. Bəs sum neynədir? Cəmləyir. Sumda cəmləyir. Bu belə. Reverse neynədir Gülər? Reverse-ü də de. Reverse verilənləri tərsinə yazır. Bəli, tərsinə yaz. Əla. İndi bir dənə metod qaldı. Gəlin bir dənə ona da baxaq. Deyirəm ki, belə bir siyahı vermişəm, tutaq ki, A siyahısında var. Nə bilim, A. İndi sətr verirəm. Tutaq ki, var A siyahısında. Nə bilim, dırnaq içində 3. A siyahısında var. Tutaq ki, B. Sonra A siyahısında olsun, yəni 2. Və bəs eləyir. İndi deyirəm ki, bir dənə metod var, indeks metodu. İndeks nömrədir. Yadda saxlayın ki, indeks nədir? Nömrədir. Bax, deyirəm ki, mənə lazımdır ki, görəsən buradakı B-nin indeksi neçədir? Onun üçün istifadə edəcəm indeks metodundan. Yəni, A nöqtə indeks deyirəm ki, B-nin nömrəsini qaytar mənə. Gördünüz, 2-ni qaytardı. Həqiqətən də B-nin indeksi neçədir? Nömrələsəm 0, 1, 2. Gördünüz, 2-ni qaytardı. Və yaxud da indi bu işi görən, belə deyim də, sətirlərdə nə idi? Find idi, düzdür? Find axtarırdı və nömrəsini qaytarırdı. İndi bu da find kimidir də əslində. Bax, B-ni axtarır, gedir nömrəsini qaytarır. Sadəcə yadda saxlayın ki, sətirlərdə bu işi görən finddir, amma siyahılarda bu işi görən indeksdir. Aydın oldu. Bir də kim deyər, olmayanda find nə qaytarırdı? -1. -1, düzdür. Biz count nə qaytarırdı? 0. Əla. İndi deyirəm ki, indeksdə. H yoxdur da. Siyahıda indeks, yadda saxlayın, find sətirdə -1 verir. Amma siyahıda bu axtarmaq funksiyası əgər yoxdursa xəta verir. Aydın oldu. Bax, deyir ki, H-dan yoxdur sənin siyahında. Ona görə error verdi. Bu belə. Bura qədər. Başa düşmədiyiniz bir şey. Yox. Tamam. Əla.